Kəsərsən. Amma indi bu sualı verərik. Sən papan falan yerdə işləyir. Tez deyirəm Tovuzda məktəb direktorudur. Ay doktor, o papan falan yerdə işləyir. İndi onu kəsərsiz elə bilərlər ki, papan falan. Telefonun var, deyir var. Deyirəm verəcəksən valideynlərə. Dərslərin WhatsApp üzərindən atılmağı bu dəhşət bir şey. Çox istəyirlər, biz istəyirlər ki, gözümüz. Mən deyirəm ki, baxın, deyir sizin gözünüz kim oldu? Deyirəm bu mənim anadan gəlmə gözüm. Deyirəm Braziliyada mən heç o boyda bədən şəkilləndirmə görmədik də. Yəni mən evladımla bir kafedə oturanda mənə xoş deyil. Mən bu kimsə gəlir, keçir. Yəni mənim uşaqlarım da baxan kimi belə eləyirlər, elə eləyirlər. 2050-ci ildə insanların dünya əhalisinin 50% eynək taxacaq. Su içirsiniz? Yox. Nə qədər qəbul edirsiniz? Maya deyir ki, günə 2-3 stəkan dərman içəndə. Yəni bu bədən quruyur, ona görə göz də qurur. Doktor, indi elə bir dövrdür ki, insanlar kompüterdə çox iş görürlər. Bütün günü kompüter arxasında olurlar, telefon əllərində olur. Gəlin birinci ondan başlayaq ki, kompüterin, telefonun göz sağlamlığına nə kimi zərərləri var? Yaxşı sualdır. Əslində amma bu artıq belə deyək də təsdiqini tapmış bir problemdir ki, kompüterdən istifadə edənlər bütün günü onlarda monitor problemi olur. Bütün günü baxırsınız, 20 dəqiqədən bir fasilə etmirsiniz. Ona görə göz quruyur və qırpma prosesi dayanır, göz quruluğu olur. Məsələnin əsas tərəfi nədir? Mən indi mənə aid olan tərəfdən danışacağam. Uşaqların bütün günü telefondan olmağı, asılı vəziyyətdə qalmaqları və telefon üzərindən dərs oxumaları, biz bu haqqda da danışarıq. Məsələnin əsas problemi budur. Çünki hər il getdikcə miyopiya progressivləşir, zəif görmə və bu bizdə deyil, bu bütün dünya statistikasıdır ki, 2050-ci ildə insanların dünya əhalisinin 50% eynək taxacaq. Hər il uşaq böyüdükcə gözdə zəifləyir. Çünki bunlar bütün günü telefona baxırlar. Elə dediyiniz kimi son illər eynəkli insanların sayı çoxalıb. Bu göz xəstəliklərinin artması ilə bağlıdır, yoxsa həm də insanlar öz sağlamlıqlarının qayğısına qalmağa başlayıblar? Bu göz qüsurunun xəstəlik deməyək, miyopiya, göz zəifliyi xəstəlik deyil, qüsurdur. Göz qüsurunun, göz dərəcələrinin artmağı ilə əlaqədardır, sağlamlıq deyil və belə deyək ki, insanlar uzun müddət yaxına baxdıqca, uzun müddət telefon, gərgin iş rejimi, havasız şəraitdə oturmaqları belə göz zəifliyinə gətirir, çıxardır. Əvvəl deyirdilər göz zəifliyi var, genetikdir. Miyopiyası olan uşaq gəlir, nə anada zəiflik var, nə atada zəiflik var. Söhbət edirsən, telefon var. Ən yekəsi, ən yaxşısı telefonu alıb veririk. Dərsləri oxuyur, bütün günü dərsdədir, dərsdən sonra onlayn dərsdədir. Bu da ayrı bir mövzudur və ondan sonra da nə bilim yatır, idmana gedir, yox. Yəni bu uşaq bütün günü yaxına baxır. Bakıda ilk miyopiya və lazer mərkəzinin rəhbərisiz. Sizin mərkəzin özəllikləri nədir? Biz 2021-ci ildə artıq başladıq miyopiya ilə ciddi məşğul olmağa. Gecə linzalarımız var. Yəni Amerikada Amerika Oftalmoloqlar Akademiyasının protokollarına əsasən miyopiyanın progressivləşməsinin qarşısını almaq üçün başladıq. Bütün protokollarla belə deyək çalışmağa. Ölkəmizə gecə linzalarını gətirdik. Gecə linzaları birinci yerdə durur, mənfiləşməyə dayandıran bir metod. Öz övladımın da gözündə zəiflik var. İlk ona mən bu linzaları tətbiq etmişəm. Evlad məsəl üçün axşam yatır, linza ilə yatır və səhər durur, linzanı çıxardır və gün ərzində eynəksiz 100% görür. Evladının zəifliyi var, uşağın eynəyi gəlib və girən kimi birinci sualım olur. Telefonun var, deyir var. Deyirəm verəcəksən valideynlərə. Telefon artıq olmamalı. Yəni biz nəticə almaq istəyiriksə telefon olmamalıdır. Bayaq da söylədiniz, onlayn dərslər. Yəni bu dərslərin WhatsApp üzərindən atılmağı, bu dəhşət bir şeydir. Yəni, hər zaman söyləyirəm ki, bu olmamalıdır. Bu uşaqlarda mənfiləşməni artırır. Yəni, telefondan necə dərs oxumaq olar? Telefondan necə nəsə qavramaq olar? Siz təsəvvür edirsiniz, balaca ekrandan necə oxumaq olar? Və biz bunu veririk uşağa ki, ala WhatsAppdan dərs gəlir. Bu məsələ belə yaxşı müzakirə olunmalıdır ki, məktəblərdən WhatsApp üzərində uşaqlara dərs verməsinlər. Gecə linzalarından danışaq.
danışdınız. Onların məsələn müəyyən yaş məhdudiyyəti varmı? Hansı yaşda qoyula bilər? Gecə linzaların göstərişi onlar 6 yaşdan yuxarıdır və bu Amerika Oftalmoloqlar Akademiyasının protokolunda da miyopiyanın kontrolunda birinci yerdə duran metoddur. Onu da biz ölkəmizdə edirik. 6 yaşdan yuxarı hər kəs edə bilər. Əməliyyat olmaq istəməyən 20-18 yaşından yuxarı da hər kəs eləyə bilər. Mən amma uşaqlara tətbiq edirəm. Niyə? Çünki bu mənə maraqlıdır ki, uşaqlarda mənfiləşmə getməsin. Böyükləri biz ekzimer də edərik, gündəlik linza da verə bilərik. Amma uşaqlarda biz dayandıra bilirik və hər kəsə etmirik. Bəs doktor, bizdə hansı göz xəstəlikləri geniş yayılıb? Sırf bizim coğrafiya üçün endemik olan hansı xəstəliklər varmı? Sırf bizim üçün deyəcəm ki, yəni mənim indi gündəlik daha çox rast gəldiyim nədir? Qapaq problemləridir. Yəni bu göz quruluğudur, qızartılıq və qapaq problemidir və mən əminəm ki, bizim insanlarda daha çoxdur, xanımlarda daha çoxdur. Bu problemlər nə yaradır? Gözdə quruluq, yaş axma, küçəyə çıxdım, yaş axır, gözüm qızarır, elə bil nəsə batıb gözümdə. Bu bizim rast gəldiyimiz belə rast gəldiyim problemdir. Əməliyyatdan sonra da ən çox rast gəlinir. Amma bu bütün dünyanın problemidir quruluğunun. Bizim insanlarda mən əminəm ki, daha çoxdur. Kiprik dibi problemləri çoxdur. Niyə? Onu da deyim. İnsanlar eynək taxmaqdan utanırlar. Yəni 50 yaşı var pasientın, deyirəm kipriklərinizin dibi bütün iltihabıdır. Niyə? Çünki siz eynək taxmırsınız yaxını. Deyir, doktor, mən görürəm də belə. Deyirəm, gücə niyə salırsınız? Allah belə yaradıb ki, 40 yaşından sonra biz eynək taxmalıyıq. Yəni bu bizim fiziologiyamızdır. Bu bir sağlamlıq əlamətidir. Su içirsiniz? Yox. Neçə deyirəm, məsəl üçün nə qədər qəbul edirsiniz? Mayə deyir ki, günə 2-3 stəkan dərman içəndə. Yəni bu bədən qoruyur, ona görə göz də qurur. Yəni göz də bədənin bir hissəsidir də. Yəni ona görə maye məsələsi vacibdir. Bədəni sulandırmalıyıq, 2 litr su içməliyik. Şəkərimiz kontrolda olmalıdır, təzyiq kontrolda olmalıdır. Bu məsələlər vacibdir. Doktor, katarakta xəstəliyi ilə bağlı soruşmaq istirdim. Bu xəstəlik indi son vaxtlar xüsusən yaşlı insanlarda çox rast gəlinir. Səbəbləri hansılardır? Bir də əvvəllər belə deyirdilər ki, bu katarakta əməliyyatı üçün müəyyən vaxt yetişməlidir. Hazırda texnologiyaların inkişafı bu prosesi ləngidib, dəyişib, yoxsa elə əvvəl kimidir? Əlbəttə, çox dəyişib. Hər şey dəyişib, yanaşma dəyişib. Həyat keyfiyyətini aşağı salırsa, əməliyyat olmalıdır. Bu vacibdir. Katarakta bu büllurdur. Büllurun yaşa bağlı saç ağarmır. Büllurun da rəngin dəyişməsi, mən fizioloji yaşa bağlı mirvari suyu kataraktadan söhbət gedir. Bu artıq görməyə təsir eləyir, görmə düşür, eynəklərin ölçüsü dəyişir, eynək ölçüsü düşmür, pərdə əmələ gəlir, onun da növləri var. Amma əməliyyat haqqında mən demək istəyirəm ki, hər həftə əməliyyat günündə ən çox danılır ki, niyə belə gecikdirmişik? Yəni insanlar əməliyyatdan qorxur. Mən başa düşürəm, əməliyyatın adı belə əməliyyatdır. Yetişdirirlər, ifrat yetişdirirlər və ifrat yetişmiş mirvari suyu, katarakta şişir və qara suya, qlaukomaya çevrilir. Bu da körluğa qədər gətirib çıxardır. Əməliyyat qorxulu deyil, əməliyyat 10-15 dəqiqə çəkir və biz o mirvarini götürürük, yerinə linza qoyuruq, ultrasəs metodu ilə eləyirik. Təsəvvür edin, bir daşı əritmək asandır olar, yoxsa geli, əlbəttə geli də. Bunlar mirvarini daşlaşdırırlar. İnan, elə bərk mirvarilər əməliyyat edirəm və hər zaman söylürəm ki, siz niyə bunu kimə saxlayırdınız? Deyir, qızım, sənə saxlayırdım. Deyirəm, çox sağ ol. Hər gözü əməliyyat eləmək olmaz. Pasient deyirsə ki, mən yaxşı görürəm, mən də yoxlayıram 50% görürəm. Mən onu niyə əməliyyat eləməliyəm? Əgər təzyiqi də yoxdur. Deyirəm, get, 6 aydan bir kontrola gələrsən. Var eynəkdən azad olmaq üçün əməliyyat, onda biz yetişməyi gözləmirik və ümumiyyətlə yetişmək söhbəti qaldı. 2014-cü ildən hər il Amerika Oftalmoloqlar Akademiyasının ümumiyyətlə üzvüyəm və 2014-dən hər il Amerikaya səfər eləyirəm. Akademiyada nə yeniliklər var da, səhərdən axşama qədər 4 gün dalbadal mühazirələr falan və hər zaman quru göz məsələsində deyirəm, görəsən bu il nə olacaq ki, biz insanlara nə yenilik verək ki, məmnun olsun pasientlər. Amerika deyir ki, Donald Trump'ın da quruluğu var, o vaxt deyirlər. Biden'ın da şəklini qoyurdu Amerikalı həkimlər. Onun da quruluğu var, danışanda gözünü. Yəni bu dünyanın problemidir. Doktor, indi xanımlar
üzlərində, xüsusən də göz ətrafı hissədə müəyyən prosedurlar edirlər, plastik cərrahi əməliyyatlar eləyirlər. Çox az adam maraqlanır ki, bunun göz sağlamlığına zərəri varmı? Hansı hallarda bu prosedurları, əməliyyatları eləmək olmaz? Yəni əks göstərişdir. Əlbəttə bu məsələ belədir ki, plastika, bu blefaroplastikadan gedir, qapaq əməliyyatlarından gedir. Mən özüm də bununla məşğulam və hər zaman məsəl üçün pasient gəlir deyir ki, siz göz həkimisiz, mən baxdım falan belə. Yəni onu anlayanlar da var, ona məhəl qoymayanlar da var. Yəni bu pasientın seçimidir də, biz buna heç nə eləyə bilmərik. Amma əlbəttə qapaq çox götürüləndə, göz qapaqları götürüləndə gözlər bağlanmır və yağ götürüləndə göz üstü əməliyyatlardan gedir, göz çökəyə düşür, göz formasını itirir. Yaxşı, bu çox vacib məqamdır və gözün altında da həmçinin alt blefaroplastika, qanaxmaya qədər, korluğa qədər gətirib çıxardan fəsadlar var. Amma ən əsas fəsadlar dərinin çox götürülməsidir. Dəri nə qədər götürüləcək, buna həkim qərar verəcək. Yəni bu pasient diri gəldir, biraz da buradan götürərdiniz, biraz da buradan götür. Deyirəm ki, o qərar mənə aiddir də. Yəni bu qərarı mən verəcəm ki, laqaftalm olmasın, göz bağlansın, göz quruluğu olmasın. Yəni göz qapağı bağlanmasa, nə olacaq? Laqaftalm olacaq. Çox istəyirlər, biz də istəyirlər ki, gözümüz. Mən deyirəm ki, baxın, deyir sizin gözünüz kimi olub. Deyirəm bu mənim anadan gəlmə gözüm. Amma təəssüf ki, bizdə indi ifrat estetik əməliyyatlar çoxdur, xüsusən dodaqlarda, elə üzgərmədə siz bayaq dediniz. Bəs peşəkar həkim kimi sizin qəbul eləmədiyiniz hansı plastik əməliyyatlar var ki, siz onları qəbul eləmirsiniz? Peşəkar həkim kimi deyirəm ki, indi bilmirəm bu efirə verəcəksiniz, verməyəcəksiniz. Mən Braziliyaya getmişdim. Deyirəm Braziliyada mən heç o boyda bədən şəkilləndirmə görmədik də. Həqiqətən çox belə yəni mənə xoş deyil. Yəni bunu eşitmək istəyirsinizsə, mənə bu xoş deyil. Yəni mən bir həkim kimi, bir xanım kimi, bir ana kimi, yəni mən evladımla bir kafedə oturanda mənə xoş deyil. Mən bu kimsə gəlir, keçir. Yəni mənim uşaqlarım da baxan kimi belə eləyirlər, elə eləyirlər ki, mama. Yəni ki, belə, yəni ki, məncə də hər şey normasında, təbiiliyində daha gözəldir. Bəs bir çox xəstəliklər biz həkimə gedirik, məsələn, mədə olsun, nevroloji olsun, digər stresslə bağlıdır. Bəs stresslə bağlı göz xəstəlikləri var? Var. Stresslə bağlı daha çox kişilərdə olur. Bir də görürsüz gözün qabağında ləkələr əmələ gəlir və deyir ki, bir həftədə əmələ gəldi falan. Bunlar daha çox stressə bağlı olur. Torlu qişada seroz qopmalar müşahidə olunur. Sonra damar qopmalar, partlamaları olur ki, bu spontan ola bilər, stressə bağlı, təzyiqə bağlı ola bilər. Göz tibi xəstəlikləri, makulyar degenerasiyalarında etiologiyasında stress faktoru var. Yəni stress hər yerdə var. O antioksidant belə deyək, funksiyanın zəifləməsinə əlaqədardır. Ona görə bütün problemlərdə ola bilər. Gözdə də var. Bu məsələdə məsəl üçün mənim bir tövsiyəm var. Bu da insanlara idmanla məşğul olmaq lazımdır. Yəni idman bizim birinci stres, belə deyək də, stressi önləyəcək bir faktordur. Siz dediniz, o sualı vermək istəyirdim. Kişilərlə qadınlar arasında göz xəstəliklərində fərq varmı? Məsələn, bu xəstəlik kişilərdə daha çox müşahidə olunur və yaxud da əksinə? Belə deyərdim ki, əsas bu xəstəliyin var, həmin bu dediyim. Sonra keratokonus xəstəliyi var. Bu göz ovxalamağından olur, daha çox oğlanlarda olur. Niyə? Çünki oğlan uşaqlarında allergiya çox olur. Bu da çox vacib məsələdir əslində. Valideynlər bir də görürsüz, gəlirlər ki, biz hərdən paylaşıram da bu nəticələri. Uşaq illərdir göz qızartısından, allergiyadan əziyyət çəkir. Bax, belə vəziyyətdə gəzir, günəşə çıxa bilmir, işığa çıxa bilmir. Bu çox vacibdir və bu gəlir keratokonus xəstəliyinə, buynuz qişanın belə dikləşməyinə, nazilməsinə gətirib çıxardır. Bu vacib məsələdir. Ona görə mən demək istəyirəm valideynlərə də ki, əgər evladınızda allergiya varsa, bunu kontrol etmək lazımdır. İldə 2 dəfə dərmanlarının, damlalarını tökəcəksiniz, amma həkimin
yazdığını. Bəzən öz başına steroid, hormonal dərman tökür. 30 yaşında gəlir kataraktası var gözündə. Bir çox həkimlər sosial şəbəkələrə çox vaxt ayırır. Hətta pasientlərindən daha çox vaxt ayırırlar. Sizcə bu normaldır? Bu məsələ, mən indi öz tərəfimdən danışım. Mən sosial şəbəkədə varam və mən sosial efirdə, sosial layihədə də varam. Mənim burada necə yanaşmam var? Mən şəxsən öz adıma danışıram. Yəni indi insanlar belə, yəni mən əməliyyat eləyə canlı efir aparmıram və bunun çox əleyhinəyəm də. Yəni nə danışmıram. Yəni belə qatıyam, çünki mən əməliyyatda konsentrə olmuşam. Bu haqqda mən şəxsən öz adıma deyirəm ki, mən əməliyyat eləyib və danışa bilmərəm. Yəni bu istedadım mənim yoxdur da. Mən əməliyyatda öz pasientimlə, beynim ordadır, öz işimə musiqiyə qulaq asıram mütləq. Yəni orada bir musiqi ola bilər, olmalıdır və hər zaman qulaq asıram, amma öz işimdəyəm. Həkim kimi mən öz işlərimi paylaşıram insanlardan. Məsəl üçün gecə MIP axtarır pasient və pasient gəlir deyir, mən sizi Instagramda tapdım ki, Azərbaycanda sən demə gecə linzaları ilə məşğul olan var. Məsəl üçün o çərçivəni çıxmamaq şərti ilə mən buna pis baxmıram. Yəni mənim öz çərçivələrim var. Yəni mən öz adıma danışıram. Yenə dediyim kimi nə canlılar açıram cərrahiyyədə, nə belə. Mən öz işimi paylaşıram. Yəni həkim mənim üçün, o bayaq da sizə söylədim, mənim üçün həkimin həkim forması olmalıdır. Hətta bəzi həkimlər olur ki, hansısa televiziya layihələrində çıxış eləyirlər. Bəzən heç özlərinə aid olmayan mövzularda danışırlar. Bəzən olur ki, heç onların həkim olmadığı, həkim diplomunun olmadığı ortaya çıxır və bu da peşəkarların işinə bir növ kölgə salır. Yəni mən insanları başa düşürəm bu mənada. Mən onları yenə doğrudan deyirəm, ciddi başa düşürəm nə barədə. Bu məsələ, bu diplom falan, bu ümumiyyətlə biabırçılıqdır da. Yəni ki, bu artıq kontrol alınmalı bir məsələdir. Bizim yaxşı həkim mütəxəssislərimiz var, hansı ki, heç efirdə deyirlər, istəyir elə göz həkimlərindən gedir söhbət. Amma efirdə olanlar da var ki, bir də görürsən pasient gəlir. Yəni bilirsiniz, bu biraz elə mövzudur ki, indi mən özüm də çox belə efirdə oluram da, yəni insanlar deyir ki, Günay doktor belə deyir. Amma mən insanları başa düşürəm. Çünki efirdə olan və buna layiq olmayanlar da var, yaxşıları da var da. Yəni mən özümü belə deyim, belə təvazökarlıqdan indi çıxmam. Mən özümə əminəm, mən çox vicdanlı həkiməm, çox aşırı məsuliyyətliyəm və vicdanlıyam bu cəhətdən. Heç kəsə lazım deyilsə əməliyyata almarıq. Yəni bu məsələdə ciddiyəm, əminəm. Ona görə mən həmişə deyirəm ki, insanlar qoy yaxşını görsünlər, aldanmasınlar. Bu məsələlər var. Qaldı ki, digər məsələlərə, yəni deyirəm, biraz təvazökarlıqdan qırağa çıxdı, amma siz sualı verdiniz də, sual verməyərdiniz. Yox, bizə maraqlıdır sizin fikirləriniz. Mənim fikrim belədir. Yəni yenə belə yaxşını qoy görsünlər. Mən səhər 6-ya qalmış, 6-ın yarısı dururam, idmanımı edirəm. Ondan sonra 7-8-ə işləmiş evdən çıxıram və o vaxtdan, bax saat indi biz 8-ə qalıb da, amma o vaxtdan saat 5-ə 6-ya qədər bax belə non-stop qaça-qaçdayam. Belə bir sualım da var idi. Sizi sosial şəbəkədən izləyirik. İdmanla məşğul olursunuz. Dediyiniz kimi pasientlər, əməliyyatlar, hətta rayonlara gedirsiniz, pasient qəbul edirsiniz. Bunu necə çatdırırsınız? Rayon məsələsi çox maraqlı oldu, onu deyəcəm sizə əslində. Hər gün idman. Yəni bayaq da söylədim, mənim həyat ritmimdə çox şükür eləyirəm və şükür elədiyim bir məqamdır. İdmanla hər gün məşğul oluram. Rayon məsələsi də belə oldu ki, rayona əslində Gəncə regional konfransda Milli Oftalmoloji Mərkəzinin təşkil elədiyi Gəncədə regional konfransda çıxışım var idi. Dedim Gəncəyə getmişkən bir gedim müayinə, insanlar yazırlar falan. Mən maşınla səyahətdən biraz çəkinənəm də. Biz dəmir yolu qatarı ilə getdik və mən qatarı çox bəyəndim. Mən bir ayda 2 dəfə gedirəm, Gəncəyə gedirəm, qatarla gedirəm. Mənə deyirlər ki, Günay doktor, bu qatar nədir, maşınla gəlirsən. Doktor, mənə bir sual da maraqlıdır. Bu kompüter şüasından qoruyan şüşələr var həqiqətən, yoxsa bu illüziyadır? Bu bir, belə deyim də, var deyim ki, bu bir belə marketinqin bir hissəsidir. Yoxdur da deməyəcəm, çünki araşdırırlar. Bu barədə çoxlu araşdırmalar var ki, kompüter şüalarında bu mavi şüalarla istifadə edənlər və etməyənlərdə birinin gözü az qızarır belə.
Amma daha çox burada göz gigiyenasıdır, nədir? Bir açar deyim. 20-20-20 qaydası. 20 dəqiqə kompüterə baxırsınız, sizlərə aiddir. Sizin işiniz monitordadır. 20 dəqiqədən bir 20 saniyə, 20 addımlıq uzaq məsafəyə baxacaqsınız. Bu çox vacib məsələdir və belə etdikcə göz idmanı eləyirik də, yəni gözümüzü dincəldirik. Sonuncu sualım var. Əslində bu barədə danışdınız. Bəlkə əlavə eləmək istədiyiniz varsa, insanlar bir çox halda bu pulsuz əldə etdiklərinin qədrini bilmirlər də. Biz göz sağlamlığımızı qorumaq üçün nələr etməliyik? Gözümüzü qorumalıyıq. 6 aydan bir kontroldan keçməliyik. Ən gecə bir ildə bir dəfə keçəcəksiniz. Nəsildə göz probleminiz varsa daha tez-tez kontrolda olacaqsınız. Qidalanmamıza fikir verəcəyik, həyat tərzimizə fikir verəcəyik, yaşam tərzimizə fikir verəcəyik ki, o hər bir şey bütün orqanizmə təsir elədiyi kimi gözə də təsir eləyir və yuxu məsələsi çox vacibdir. Yuxu, özüm 5 saat yatıram indi deyəcəksiniz cəmaatlar. Amma doğrudan yuxu vacibdir. Evladlarımızın yuxusu vacibdir. Uşaqların boy hormonları da mən elə oxuyuram ki, axşam 10-11-dən sonra gedir və gözün də dincəlməyində yuxu vacibdir. Uşaqlarda miyopiyadır. Ona görə yuxu məsələsindən qədrimizi biləcəyik, çoxlu su içəcəyik, normal qırpacağıq gözümüzü, təmiz havada olacağıq. Bax belə və gözəl düşünüb gözəl görəcəyik hər bir şeyi. Çox sağ olun, çox təşəkkür edirəm. Biz çox sizə maraqlı. Mən təşəkkür edirəm. Çox sağ olun. İnşallah yararlı olar hər kəsə. İnşallah. Çox sağ olun.